dostlar, istediğim yeni ördekler göstereyim. Yani bu ördekler yani üzülme videosu olsun yani. Toyuq da çığırır yani. Dostlar, dediğim gibi Pekin veya da sesli qırqır ördək almaq fikrim var. Yani bir fərə bir xoruz alacağım yani. Maksimum 2 fərə bir xoruz yani. Ondan artıq saxlamayacağım. Yani 2 fərə bir xoruz ponlu bəsdir yəni. Çünkü dostlar niye çok almıram yani niye çok almıram? Çünkü dostlar ben yani ayıra bilmirəm yani ördəklərin hamısını çom saxlayıram. Yani Ramal Düşdürov kimi yani yerim yoxdur yani. Yani o ayırır, ayrı saxlayır, qəfəslər yad var, amma məndə dostlar elə qəfəslər yad yoxdur da yəni. Ona görə yəni hamısını məcburam çom saxlayayım yəni. Onda da yəni alınmır dostlar. Niyə alınmır? Çünki yəni lal ördək səslini xoruzlayır, səsli lalı xoruzlayır. Bizim bir səsli var idi, yəni səsliləri xoruzlamırdı. Ancaq bir dənə krasnodar dişim var idi, yəni krasnodar dişim var idi, yəni onu xoruzluyurdu. Elə nə olsa yəni fərənin yazığı qaçıb qovalayıb xoruzluyurdu, yəni o da yəni mullar da ola bilməz. Çünki yəni lalın dişisi ilə səslinin xoruz olanda yəni mullar da olmaz. Mullar da olmaq üçün yəni lalın xoruzu ilə səslinin dişisi olmaq lazım. Yani bizde yani var idi. Səslinin xoruzu lalın dişisini xoruzluyurdu. Lalın xoruzu da səslinin səslinin xoruzu lalın dişisini xoruzluyurdu. Lalın erkəyi də yəni səslinin dişisini xoruzluyurdu. Yəni ona görə də yəni məcbur qaldım yəni. Dalları satdım yəni. Nə bilim dostlar, yəni o zamanlar keçib. Yəni mənim Pekin ördəklərim də var idi. Yəni İndi videosu bir dənə video qalıbdı yəni, amma səsim yəni pis çıxıbdı videoda. Yəni nətər deyim, yəni uşaqlığımdan qalan bir videodur yəni. İstəyirəm o videonu paylaşım, yəni mahnı ilə yatmamda belə. Yəni səsim düşməsin. Yəni qabaqçı ördəklərimi də yəni göstərmiş olum. Yəni amma orada lallar yox idi. Yəni dostlar, onlara lalları satmışdım. Amma yəni Pekinlər dururdu. Yəni 6 dənə ağ dişi var imiş. 2 dənə ağlı qaralı. 2 dənə ağlı qaralı yox, yəni 2 dənə baxın ördək çimir. 2 dənə şey var imiş. Çilli fərə, yəni yaşılbaşın dişisi. Bir dənə yaşılbaş, bir dənə də ağlı qaralı erkək var imiş. Mənim də yadımdan çıxmışdı, amma yəni videosunu çəkərəm. Bunlar da belə simirlər dostlar. Baxın, sevinirlər yəni. Digər dişini nəsə də dostlar çinmək istəmir, amma yəni gətirib suya atıram, yəni bir dəfə çinmişdim. Baxın belə dostlar, yəni 2 məlumat da, 1 məlumat da verim ki, yəni lal ördəklər haqqında, yəni lal ördəklər bala vaxtı, yəni dostlar lal ördəklərə nə yem verə bilərsiniz? Yəni dostlar, onsuz da yəni ördəklərin hamısına deməyək, amma yəni mən yəni 1 aylıq, 2 aylıq olana qədər, yəni yox 1 aylıq olana qədər, yəni o bala cücə yemi var, maya yemi. Maya yemi deyirlər, yəni ondan verilir. Yəni toyuğa verdikləri kimi, yəni mən də ördəyə vermişəm. Yəni yekəliblər deyirlər. Yəni maya yemi 1 aylıq olandan sonra, yəni keçirsiniz, yəni istədiyiniz hansı yem varsa, yəni siz hansı yemi verirsinizsə, yəni o yemdən verə bilərsiniz, yəni. Mən ondan sonra yəni qağdalı yemi ilə yəni buğda yemini qarışdırıram, yəni elə verirəm. Yəni 4-5 aylıq olanda da yəni yemi kəsirik, yəni 4-5 deməyək. Yəni elə ördək boyutuna çatanda yəni başlayırıq dəm verməyə, yəni. Belə yəni istəsəz siz yəni heç yemi kəsməyə də bilərsiniz, amma yem daha dostlar bahadır deyə, yəni buğdaya keçmək vaxtı gəlir. Ona görə də yəni buğdaya keçirik. Yəni yem həm də vitamindir, yəni dostlar. Vitaminlidir. Ona görə dostlar yem yəni. Bəziləri heç yem vermir. Ördəyə baxsan yəni bir qırıqdır, balacadır, yəni dəm verirlər. Yəni elə olmaz axı siz onu yəni yekəlib ördək yoluna qədər, yəni ördəklərin boyutuna çatana qədər ona yem verməlisiniz. Məndə heç vaxt yəni səsli ördək kürt düşüb bala çıxartmayıb. Tək bircə dəfə yəni qoy göstərim harda. Yəni baxın orada yəni arıların arxasında yəni orada kolluq var idi. Yəni moruq kol bitmişdi. Yəni orada öz yuva qurub kürt düşmüşdü. Yəni
altında da 6-7 yumurtası var. Yəni bir dənə kirpi var idi. Yəni kirpi qoymurdu ördək yata. Axşamları gəlib ördəyin yumurtalarını yeyirdi kirpi dostlar. Kirpi ördəyin yumurtasını yeyirdi. Yəni ördək də dəli olurdu. Yəni axırda bir zulumla yatla hər gün kirpini aparıb azdırırdıq. Yəni yenə gəlirdi də. Yəni da əzab əziyyətlə də yəni deyim. Bir bala çıxartdı, o da yəni mən ayağımla bilmədən əzdim, öldü yəni. Profilimə qoyduğum şəkildə, yəni o ördəyin şəkildir, yəni o bala ördəyin şəklidir, yəni profildəki bir dənə çıxan ördəyin şəklidir. Toyuğa baxın hardan çıxırıq. Yəni orada toyuq indi video düşməsə də yəni çıxacaqdır. Baxın gəldi. Yəni bu boyda yuvanı qoyub gedir ora. Nə bilim dostlar. Ayağımın altında əzildi dediyim kimi öldü yəni. İkinci məlumat da verim ki, yəni ördəklər sizcə yəni qanadları yolunmalıdırmı, kəsilməlidirmi, yoxsa elə qanadlı qalmalıdır? Yəni dostlar, o ördək sizi balaca vaxtdan sizin həyatınızda böyüyübsə, yəni cücə vaxtdan yəni yumurtadan çıxandan və yaxud da yəni bir aylığından yatdan sizin həyatda böyüyübsə, yəni onun qanadlarını kəsməyə o qədər də ehtiyac deyil. Çünki qanadlarını kəsəndə dostlar yaxşı cütləşə bilmir ördəklər. Ona görə də yəni qanadlarını kəsməyinizi tövsiyə etmirəm yəni və yaxud da yolmağınızı. Yolanda düzdür, yenidən çıxır, amma heyvana əziyyət verirsiniz yolanda. Elə yəni kəsmək istərsinizsə, yolmaq istərsinizsə, yəni promoya kəsin getsin yəni. Amma yəni cütləşmədə problem yaradırmı deyə soruşsanız, yəni o qədər də çox problem yaratmaz da, yəni problem yaradır. Yəni erkək ördək dişinin üzərində dura bilmir, yəni dişinin qanadları sayəsində durur. Ona görə də dostlar, məncə kəsməyin. İndi mən kəsdim, çünki mənim yəni erkək ördəyim yoxdur, həm də yəni payız ayındayıq. Yəni bu vaxtda cücə olmaz yəni. İndi bu dəqiqə cücə çıxsaydı, yəni hə onu yenə də saxlayıb biraz 1-2 aylıq eləyəndən sonra yəni sürüyə buraxmaq olardı, amma da yəni nə bilim, yəni bu vaxtda cücə görməmişəm. Yəni var, satışı var, amma mən saxlamıram. Yəni siz nə tər istəyirsinizsə elə də edə bilərsiniz. Nə tər istəyirsiniz, elə də edə bilərsiniz dostlar. Bu dişi var, baxın bu ağ dişi. Baxın görüm hansıdır, hə. Bu ördəklərin yəni dişlərin, digər dişlərin hamısını döyür yəni. Videoda düşdü, yəni vurur. Digər dişləri vurur, yəni güclü dişidir bu. Bunu digər dişidən necə ayırıram deyə soracaqsınız. Yəni bunu digər ağ dişidən necə ayıram? Yəni hər yerləri eynidə, yəni az fərqlə fərqlənirlər. O da yəni başında bir dənə qara xətt var, yəni qara tük var. Ondan bilirəm, yəni hansıdır. Yəni ağlı qaralıları desək, yəni ağlı qaralılar onsuz da bilinir, yəni biri uzun sovdur, biri də yumru balacadır, yəni biri digərindən yəni nəzərən yəni balacadır. Qaraları da soracaqsınız, qara dişiləri də soracaqsınız. Yəni qara dişilərin birinin qanadı, yəni birinin qanadı uzundur, birinin qanadı qısadır. Yəni onu oradan tanıyıram, yəni oradan tanıyıram. Ağlı qaralı da bunda ki, yəni tanımağa ehtiyac yoxdur. Yəni onsuz da bir dənədir ondan. Nə bilim dostlar. Baxın belə yəni su içirlər. Toyuqları da orada setkəyə qatmışam, yəni setkənin içindədirlər. Gedək toyuqları da bıraxım, yəni. Bu videonun başlığı yəni heyvanlarım olacaq. Yəni ördəklər haqqında 2 məlumat verdim. Ördəklər də baxın belə çimirlər. Yəni hər videoda yəni 2 məlumat verə bilərəm. Çünki yəni məlumat ördəklər haqqında verəcək məlumat çoxdur. Yəni yorum yazmırsınız, heç yorum da deməm. Yəni dostlar, kanalıma heç olmasa abunə olun. Baxış sayı çox gəlir, amma bəyəndim ya, abunə olmaq azdır, çox azdır. Bir videom paylaşmışam, yeni ördək aldım adlı video paylaşdım. Yəni 70 neçə baxış gəlibdi yəni. Mənə görə yaxşıdır baxış sayısı, amma nətər deyim dostlar, yəni abunə sayı çox az, yəni 3 dənə bəyəni var. O bəyənləri yəni dostlarıma demişəm, yəni abunə, bəyən yox, abunə. Abunə 3 dənədir, yəni. Onu da dostlarıma demişəm, abunə olublar kanalıma. Başqa da nəsim yoxdur, yəni.
Dostlar izləyirsiniz, abunə olmaq pulla deyil ki, yəni bir dənə abunə butonuna basırsınız. Yəni videonu çəkirəm ki, yəni siz rahat yerinizdən baxırsınız, yəni evdə çöldə rahat oturub baxırsınız da, yəni ördək almaq istəyənlər də yəni məlumat verirəm, yəni baxır, biliyorlar, yəni ördəklər görür. Yəni bu gün yəni 2 video çəkəcəm. Yəni bura niyə qaranlıqdır bilmirəm. Bu toyuqlar hamısı buradadır. Yəni 3 dənə xoruz da buradadır. Yəni bunları çıxardım. Videoda biraz qaranlıq düşür, deyirsən axşamdır. Amma əslində axşam deyil, yəni gün ortadır. Hələ səhər deyil. Baxın belə, yəni qaçışırlar hamısı səhər-səhərdələr. Baxın çıxırlar. Belə göstərək çıxanları. Xoruzumuzun biri çıxdı. İkisi çıxdı, yəni biri də qabaqda qaçır. Biri də budur çıxdı. Hamısı da çıxdı, yəni toyuqlar. Yəni bura niyə qatıram? Yəni burada çox gözəl bir dənə ördək damı olar elə, yəni setkanın içindədir, qapısı da burada, yəni yaşa orada divdə bir ördək damı, yəni çıxmıyorlar. Niyə eləmirəm desəz, yəni çünki dostlar, yəni burada əkin əkilir, yəni ona görə, yəni əkin üçün baxın, oranı əkin üçün eləyiblər, yəni bax əkin yerini gətirəcək ya dostlar, arılar olan yerə, yəni əkin yeri bura olacaq, orada boş olacaq, yəni. Amma mən oranın lazım deyil, yəni oradakı setkanı görürsünüz, yəni o setkanı gətirib baxın bura vuracam, yəni damın ətrafına, yəni toyuqları ya da məhliyə buraxmayacaq, qoy məhli otlansın çünki mayında etməyəcək dostlar, yazda eləyəcək, yazda da hələ çox var, bəlkə heç baxın buradan bir dam dikdi, yəni heç setkiyə ehtiyac olmadı, yəni damların ətrafları bağlandı, nə bilim dostlar, çox edəcək iş var. Toyuqları da bıraktım geldiler su içmeye, yani 1 saat orada eşelənirlər. Bakın geldiler gölün ətrafına su içirlər. Yani bu niye ekran qaraldı bilmirəm birdən-birə, amma neyse. Gidək baxaq görə, yəni yumurta varım. Xarkov xoruzda belə 3 xoruzum var, yəni biri 40 biri Şanapik, yəni biri də Xarkovdur, yəni ikisi kəndli, biri kəndli. Bakın bu boş, yani bu fal boş, burada boştu, yani burada 2 tane yumurta var, yani videoda niye düşmüyor bilmiyorum. Bakın, yani videoya ne oldu dostlar, tek elim gösterir, ha bunun içini niye karanlık gösterir yani. Bakın dostlar, elimde göstermiş, videoda düşmür, belki de düşür bilmiyorum. Bakın içərini göstərir, deyək. Yaxından baxanda yəni öz üzümü görürəm. Neyse, qoyaq yerinə baxın. Heç dostlar, burada kölgə yoxdur. Nətər əlimə kölgə düşür. Buna. Heç dostlar, burada heç. Axır. Neyse, heç bura kölgə düşmür, yəni videoda kölgə göstərir. Bakın orada iner toyuqlar oradadır, yəni. Bu rəngi də nətər eləyirsiniz bilmirəm, yəni. Yəni rəngi nətər edilər bilmirəm. Öz rəngi nə idi bunun? Yəni bir dəqiqə. Bir dəqiqə dostlar. Başım çıxmadı bu rəng işindən. Dəqiqə bu günəş nətər dostlar rəngi bilmirəm nətər eləyirlər. Yəni yumurtaları göstərdim, yəni videoda biraz qaraldı, yəni. Heç olmaz olsa videonun axırına gəldik dostlar. Orada bunlar haqda, yəni bir məlumat da sonra verəcəm, yəni. İndi dostlar bir dənə də video çəkəcəm, yəni ikisini də bir paylaşacağım. Kanalım güclənsin deyə, yəni videoları çox atmalıyam. Baxın belə çimirəm. Videoda baxın, açıq, yəni baxın belə axşam tərəfi kimi göstərir, neysə, amma səhər-səhərdir, yəni əsas yəni ördəklərdir, yəni bir də heyvanlardır, rənginə ehtiyac heç bir fərqi yoxdur. Yoxsa bir dənə zula göstərim, bir də mən keçən səfər videomda demişdim, yəni görək, yəni 15 dəqiqəni, yəni saniyə ilə keçsə paylaşmağa qoyur, yəni 15 dəqiqəni, yəni 5-6 saniyə ilə keçəndə, yəni qoyur, yəni vaxtım bitir, yəni
5 saniye yaptı. Yani burada da aslında bakın burada bir tane zula var yani. Yumurtaya yapmıştı yani yumurtasını götürdüm yani ilk defa yumurtadı ora. Bakın böyle saptalarımız var yani dam içeceğim yani. Şimdi tikmirəm. Sağ olun dostlar, salamat qalın. Videomu beğenip kanala abone olmayı unutmayın dostlar.